Salamlar. Bugün Harry Maguire hakkında danışacağıq. Bu video şəxsi üzrün deyil, emosional linç deyil. Bu meydanda gördüyümüz futbol gerçəklərinin analizidir. Harry Maguire uzun illərdir böyük klublarda oynayan, kapitanlıq etmiş bir futbolçudur. Özü indi hal-hazırda da Manchester United formasını geyinir. Adı böyükdür, amma futbol yalnız adla oynanmır təbii ki. Futbol performansla ölçülür. Oyunlara baxaq. Maguire'ın ən böyük problemi sürətdir. Yəni çox overweight'i var, çox artıq çəkilidir. Müdafiədə ağır qalır. Dərinlik top altıda geri dönməkdə gecikir. Buna rəğmən hər maç demək olar ki ilk 11 oynayır və gənclərin qarşısını kəsir. Rəqib hücumçu bir addım atır, Maguire 2 addım gecikir. Bu təklik epizod deyil, təkrarlanan problemdir. Pozisiya seçimi də ciddi sual altındadır. Çox vaxt xətti pozur, offside sındırır, müdafiə balansını dağıdır. Komanda irəli çıxmaq istəyəndə arxada boşluq yaranır. Bu boşluğun mərkəzində isə adətən eyni ad olur. Top ayağına gələndə panika hiss olunur. Sadə pas yerinə riskli seçimlər, lazımsız uzaqlaşdırmalar edir. Yaşına rəğmən, təcrübəsinə rəğmən bunların bir çox şahidi oluruq. Müasir mərkəz müdafiəçisi oyunu oxumalı, topu düzgün dərinliyə salmalıdır. Burada isə özdə güvən problemi açıq görünür. İndi əsas sual gəlir. Bu performansla niyə hər zaman ilk 11 oynayır? Komandada gənc oyuncular var, daha sürətli, daha dinamik, daha motivasiyalı. Amma onlar skamyada oturur. Meydanda isə eyni səhvləri təkrar edən bir futbolçu var. Bu artıq texniki məsələ deyil, bu ədalət məsələsidir. Əgər bir mövqedə davamlı zəiflik varsa, bütün sistem çökür. Müdafiə özdə inanmır. Yəni müdafiə geri çəkilir. Hücum daha az risk edir. Bir oyuncu bütün planları zədələyə bilər. Amma bir sual var. Baş məşqçi niyə bunu görmür? Burada cürət təkcə futbolçuda olmaya bilər. Bəzən məşqçilər adlara çox güvənir. Amma futbol azarkeşi ad yox, nəticə görmək istəyir. Bunun səbəbləridir ki, Manchester United artıq neçə illərdir ki, çempionluq qazana bilmir. Harry Maguire üçün istifa utanc deyil. Bəzən geri çəkilmək, ehtiyat rolu qəbul etmək, komandaya kənardan dəstək olmaq ən doğru qərardır. İstifa məğlubiyyət deyil. Məğlubiyyət haqq etmədiyin halda meydanda qalmaqdır. Bu forma ağırdır. Hər kəs daşıya bilməz. Bu arada dostlar, çoxdan da video gəlmirdi. Bunu təlafisini eləyəcəm. Artıq demək olar ki, bu kanala hər gün video atmağa çalışacağım. 100 kanalım var. Hamısı da birdən video atmaq həqiqətən də çox çətindir. Bu videonu da sona çatdıq. Fikirlərinizi yorumlara yazmağı unutmayın. Sizcə Harry Maguire Manchester United formasını nə qədər hak eləyir?